Bu tip suallarda isə deyir ki, alfatik karbonhidrogen hər hansı bir met alfatik karbonhidrogen götürəcəm və bunun üzərində izah edəcəm. Tutalım yazıram ki, mən alçın. Deməli CH3 CH2 qat CH2. İndi bizə deyir ki, hidrogen atomlarının sayı nə qədərdir? 2, 3, 5, bir də burada bir 6. Sonra rabitə əmələ gəlməsini işləyən qeyri-hibrid orbitalların sayı. Deməli, alkenlərdə qeyri-hibrid orbitalların sayı, hibrid orbitalların sayı nə qədərdir? Deməli, hibrid orbitalların sayı normalda 4n olur hibrid, amma bizdə bir ədəd pi rabitəsi var. Və bir ədəd pi'də də 2 dənə p orbitalı belə deyək də iştirak edir. Ona görə 4n minus 2 yazıram artıq. Yəni hibriddən mən çıxmalıyam axı bir p orbitalların sayını ki, ümumi görüm nə qədər hibrid orbital var. Ona görə 4n-dən içine çıxır. Qeyri-hibrid orbitalların sayı isə p orbitalı nə qədərdir? Və hidrogen atomlarının sayı. Deməli, hidrogen atomlarının sayı 3 ümumi düstur şəklində yazsam, yəni alkenlərdə CnH2-dir də, hidrogen atomlarının sayı 2n və üzərinə gələnsin p orbitalların sayı, yəni 2n üzərinə gələnsin 2-dir. İndi bu formada düsturun yerinə qoysam, yəni 3 dənə karbon var da, burada 1, 2, 3 dənə. 3 2-yə vuranda 6, üzərində də 2-ni gələndə eləyəcək 8. Deməli, rabitə məqaməsini iştirak edən qeyri-hibrid orbitallar 8 dənədir. İndi deyir C-ni tap, C-də neyini yazsan? C-də tapanda 8-dən deməli, pi rabitənin sayı nə qədərdir? Pi rabitəsi 1 ədəd pi var da, bu da 1 ədəd pi. İndi bu da C-də 1-ə bərabərdir. İndi hansı düstur olar? Yəni B çıxısın A olar. 8-dən 6 çıxanda 2. 2-dən 2 də 2-yə böləndi. Yəni B çıxısın A. 8 çıxısın 6. 2 böldüm 2-yə elədi 1. Həqiqətən də yəni bu düsturu verir. Və yaxud da ümumilikdə qeyri-hibrid orbitalların sayını bu formada tapırıq ki, yəni qeyri-hibrid orbitalların sayı nəyə bərabərdir? Hidrogen atomlarının sayı üzərinə gəlinsin 2 vurulsun pi. Yəni pi rabitələrinin sayı nə qədərsə onu vururuq 2-yə, üzərinə gəlir hidrogen atomlarının sayını. Məsələn, tutalım ki, bizə verir CH2, CH və CH2. Hidrogen atomlarının sayı nə qədərdir? 2, 4, 5, 6 dənə. Üzərinə gələn pi-nin 2 misli. Yəni, bir burada pi var. Deməli, bir də burada pi rabitəsi var. 2 dənə. 2 də 2-yə vuranda 4. 6 üstə 4 gəldik. Elədi 10.